Qorxuram çünki bütün hər birini sevirəm. Ucuzdan bahaya doğru makyaj sabitləmə spreylərini test edək. Məndə olanlar hələ ki bunlardır. Əskərliyə gedirik. Belə daha tez quruyacaq. Sizə deyim ki, kipriklərim qurudu. Bunu da qurudaq. 3 dəqiqə keçdi, yoxlayaq. Çıxmır. Bu sevildi. Bu buydu. Baxın. Çıxmır. Bunu necə çıxardacağım mən? L'Oreal'ın sabitləyici spreyi idi. Revolution idi. Bəlkə bir ayda çox qurusa yaxşı olardı, amma nəticə budur. Bir dəfəyə təmizlədi. Qurudaq. Mən yoxlamaq üçün sabitləyici spreyi yaxından vururam. Ancaq onun vurulma istiqaməti bu. Belədir. Yəni bu formada. Bu qədər sizə uzaq olmalıdır. Yayılır, amma çox yox. Bu essence idi. Teknik. Hər ikisi evdə qaldı. Teknikə nəzərən essence biraz daha qalıcıdır. Yəni buna nəzərən digərləri müqayisə eləmirik. Ətri çox gözəldir. Qurudaq. MAC. Bu MAC'ın sabitləyici spreyi idi. Deyim ki, çox yayılır. Yox. Digərlərinə nisbətən daha az yayılır. Eyni qaydaya tətbiq edirəm, amma bu da yayılır. Bütün sabitləyici spreyləri videoya görə almışam. Öncədən heç birisini istifadə etməmişəm. Tırtır da çıxmır. MAC. Qiymətin çox olsa da keyfiyyətin o qədər də çox deyilmiş. Deməli, qiymət önəmli deyilmiş. Bu qədər sabitləyici spreylərin içində tək yaxşı makyaja sabitləyən bu ikisi oldu. Biraz bu. Biraz. Çox az. Makyaj ustaları qaçıb bunu alın.